Salam, bugün sizinlə bir mənbəni Azərbaycanın dövlət qulluğu haqqında qanunundan bəzi çıxarışları təhlil edəcəyik. Salam. Məqsədimiz, deməli, bu sənədin dövlət idarəçiliyinin, necə deyim, daxili mexanizmini necə göstərdiyini anlamaqdır. Kimlər işləyir orada, hansı qaydalar var, sistem necə işləməlidir? Bəli, əslində bu qanun konstitusiyaya əsaslanır və dövlət qulluğunun, yəni bütün o hüquqi, təşkilati, hətta maliyyə əsaslarını müəyyən edir. Bir növ dövlət aparatının işləmə qaydalarıdır. Gəlin elə əsas anlayışlardan başlayaq. Qanuna görə dövlət qulluğu nə deməkdir? Sadəcə bir iş deyil yəqin ki. Yox. Qanun deyir ki, bu, dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində xidmətdir. Yəni, dövlət siyasətinin praktikada, həyatda reallaşdırılmasıdır. Bəs bu xidməti göstərən dövlət qulluqçusu, onun tərifi deyəsən biraz qəlizdir? Qəliz deməzdim, amma çox spesifikdir, bəli. Dövlət büdcəsindən maaş alır, inzibati və ya yardımçı vəzifə tutur, Azərbaycan vətəndaşıdır. Amma ən maraqlısı odur ki, yalnız ilk dəfə daimi inzibati vəzifəyə qəbul olunanlar and içir. Hə, bax bu maraqlıdır. Yalnız inzibati vəzifələr, yardımçılar yox. Bəli, yardımçılar üçün bu tələb yoxdur. Bunun mənası nə ola bilər? Yəni, inzibati vəzifəlilər daha çox qərar qəbuluna yaxındılar, daha çox məsuliyyət daşıyırlar deyəmi? Çox güman ki, qanunun özündən bu nəticə çıxır. Çünki inzibati vəzifələr, məsələn, şöbə müdiri, mütəxəssis, bunlar birbaşa dövlətin əsas işlərini görürlər. Aydındır. Yardımçı vəzifələr isə karguzar, sürücü kimi daha çox texniki dəstək rolunu oynayır. Bu fərq yəqin ki, o məsuliyyət dərəcəsini göstərir. Dövlət orqanı da bütün bunların baş verdiyi yerdir. Büdcədən maliyyələşən təşkilatlar. Qanun kimlərin dövlət qulluqçusu sayılmadığını da dəqiq göstərir. Prezident, nazirlər, deputatlar, hakimlər. Bu siyahı niyə belədir? Baxın, qanun birbaşa niyəsini demir, amma ümumi məntiq odur ki, bu sadalananlar əsasən siyasi vəzifə tutanlardır. Yaxud da statusları tamamilə başqa qanunlarla tənzimlənir. Onlar siyasəti müəyyən edən səviyyədədirlər. Yəni, karyera qulluqçusu deyillər bu qanunun mənasında. Tam olaraq. Bir də var xüsusi növ dövlət qulluğu, hərbi, diplomatik kimi. Onların öz qanunları var. Amma bu qanunun, məsələn, işə qəbulda şəffaflıq kimi bəzi prinsipləri onlara da aiddir. Ümumi bir standart var deməli. Anladım. Deməli, kimin kim olduğunu aydınlaşdırdıq. Bəs bu qulluqçuların əsas vəzifələri nələrdir? Qısaca desək, nə iş görürlər? 3 əsas şey vurğulanır. 1. Vətəndaşların hüquq və azadlıqlarının təminatına kömək etmək. 2. Qərarların hazırlanması və icrası. 3. Dövlət orqanlarının, yəni səmərəli işləməsini təmin etmək. Məncə, ən maraqlı yerlərdən biri də prinsipallardır. Bütün bu sistem nəyin üzərində qurulub? Siyahı uzundur deyəsən. Həqiqətən vacib hissədir. Bir neçəsini deyim, əlbəttə qanunçuluq, hər şey qanuna uyğun olmalıdır. Sonra, işə qəbulda şəffaflıq və bərabərlik. Bu çox önəmlidir. Qanun deyir ki, müsabiqə olmalıdır, müsahibə olmalıdır, hər kəsin qabiliyyətinə görə bərabər imkanı olmalıdır. Bəli. Üçüncüsü, ayrı seçkiliyin olmaması, cinsinə, dininə, irqinə görə fərq qoymaq olmaz. Və təbii ki, hesabatlılıq, yəni kiminsə nəzarəti olmalıdır və qanunsuz iş görülübsə, dövlət məsuliyyət daşımalıdır. Bir də o siyasi neytrallıq məsələsi var. Dövlət orqanlarında partiya strukturları olmaz deyir. Niyə? Bu da vacib prinsipdir. Məqsəd odur ki, dövlət qulluğu gündəlik siyasi çəkişmələrdən, necə deyim, biraz kənarda qalsın. Qərarlar və xidmətlər qərəzsiz olsun, sırf qanuna və dövlətin marağına əsaslansın. Bütün bunlar bir yerdə ədalətli, effektiv bir aparat yaratmalıdır. Yaxşı, bəs bütün bu qaydalara, prinsiplərə əməl olunmasına kim baxır? Nəzarət mexanizmi varmı? Var, bəli. Dövlət qulluğunu idarə etmə şurası adlı bir qurum var. Çox maraqlı bir cəhəti odur ki, şura özü dövlət orqanı sayılmış. Necə yəni? Yəni, özünün ayrıca aparatı, büdcəsi yoxdur. 18 üzvü var, onları da prezident, Milli Məclis sədri və Konstitusiya Məhkəməsi sədri təyin edir, bərabər sayda. Və bu üzvlər ictimai əsaslarla işləyir, yəni maaş almırlar bu iş üçün.
Hə, bu doğrudan da maraqlıdır. Bəlkə də daha müstəqil tərəfsiz olsun deyə belədir. Ehtimal ki, məqsəd budur. Qanun həmçinin dövlət orqanlarının daxili quruluşu üçün də bəzi qaydalar qoyur. Məsələn, şöbə yaratmaq üçün neçə işçi lazımdır və s. Yəni, təşkilati məsələləri də əhatə edir. Deməlidirlər, şəffaflıq, bərabərlik, hesabatlılıq kimi və bu sistemə necə nəzarət edilir? Bəli, təriflərdən tutmuş işə qəbul, fəaliyyət prinsipləri idarə etməyə qədər. Yəni, kifayət qədər detallı, strukturlaşdırılmış bir yanaşmadır. İnzibati, yardımcı, siyasi vəzifələri aydın şəkildə ayırır. Və sonda dinləyicilərimiz üçün, yəni sizin üçün üzərində düşünməyə bir sual. Görəsən dövlət qulluqçusunun bu qanundakı kimi çox spesifik tərifi, o and içmə tələbi, dövlət maaşı, xüsusi təyinat qaydaları, dövlət idarəçiliyinin özünə və onun cəmiyyətdəki imicinə necə təsir edir? Xüsusilə də bu anlayışın daha geniş olduğu başqa ölkələrlə müqayisədə. Bunun üzərində düşünməyə dəyər.